Görsən, adətən bir cavan dünyasını deyişəndə biz deyirik, vaxtsız getdi, cavan getdi. Amma əslində Allah baxışı ilə vaxtsız deyiləsi bir şey yoxdur. Vaxtında yaratdığı kimi, vaxtında da nə eləmiş? Aparmış. Biz yalnız Allahın təqdirinə təslim olmalıyıq. Yəni, baxsaq, çoxluq da imtihandır, yoxluq da. Ata-ananın getməsi də imtihandır, övladın getməsi ata-ana üçün. Bir sözlə, bunların hamısı nəticə etibarilə, bu imtihanlar da əslində Allah bilir bizim nəticəmizi. Bizi özümüzü özümüzə tanıtmaq üçün. Hətta hədislərdə var, İmam Cəfər Sadiq əleyhissalam buyurur, Qalə innəməl mu'min bimanziləti kiffətil mizan, kulləmə zidə fi imani, zidə fi bəlaih. Deyir, mümin tərəzinin o gözü təkidir. İman artdıqca bəla və imtihanlar da çoxalır. Təsəvvür elə, o tərəzinin bu yuxarı getdikcə, bunun da buna çatması üçün bu imtihan və bəlalar da nə olur? Çoxalır. Əgər baxmış olsaq, ən çox elə imtihan və sınaqda olanlar kimlər olub? Peyğəmbərlər olub, Allah dostları olub. Həzrət Şüeybin o əhvalatını bilirsiniz. Bir dəfə xütbələrin birində dedik, mən xülasə işarə eləyirəm, söhbətimi bir neçə qissə və hadisə ilə xülasələşdirim və nəticə alaq. O, ağlamaqdan, Allah eşqindən 3 dəfə gözü tutulub açılmışdı. Allah eşqindən gözü tutulub açılmışdı və sonuncu dəfə Allah Teala Həzrət Şüeyb əleyhissalama nə buyurdu? Ya Şüeyb, lə əxtimuke kəlimi Musa. Kəlimullah olan Musanı sənə nə qərar verəcəm? Xadim qərar verəcəm, xidmətçi qərar verəcəm. Həzrəti Musa əleyhissalam məqamca Həzrət Şüeybdən üstün idi. Çünki bu şəriət sahibi, səmavi kitab sahibi idi, o yox. Amma məqamca yüksək olanı gətirdi kimə? O, bəli, o səhradan keçəndə gördü iki qız daşı qaldıra bilmir, qoyunlara su verə bilmir. Quranda bunun hadisəsi var. Mən o hissiyə çox toxunmuram. Amma baxın, o imtihanlardan üzü ağ çıxdığına görə Həzrət Musanı, Həzrət Şüeybin nəyi qərar verdi? Xadimi və xidmətçisi. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, mümin tərəzinin o gözü təkidir. İman artdıqca bəla və müsibət imtihanları da nə olar? Artar və çoxalar. Hətta tarixdə varımızdır ki, İmam əleyhimussalamlar, hətta Rozatül Bihar 2-ci cild 117-ci səhifədə var ki, İnnən nasa abidud dünya. Çox türk ürpədən bir hədisdir. Bunu da deyəm və digər bir qısa bir qissə ilə sözümü bitirəm. İnnən nasa abidud dünya. İnsanlar dünyanın quludur, dünya qullarıdır. Vəddin lə'ibun alə əlsinətihim. Din onların dilində Həzrət buyurur ki, lə'iqun, bir oyuncağa çevrilir. Yəni, bəzi insanlar dindən öz istək və maraqları üçün istifadə edir. İnnən nəsə abidud dünya və din lə'iqun alə əlsinətihim. Fəizə muhissu bilbəla. Fəizə muhissu bilbəla qalləd dəyyanun. Həzrət buyurur ki, elə ki, bəlalar və müsibətlər, imtihanlar çoxaldı, dində olanlar azalar. Yəni, nə qədər imtihan, bəla, müsibət yoxdur, say çox olar. Amma elə ki, bəla və müsibətlərlə əhatələndi, orada həqiqi dindarların sayı nə olar? Azalar. Fəizə muhissu bilbəla qalləd dəyyanun. O səbəbdən çalışmalıyıq bu məsələni dərk edək və düşünək ki, hətta Peyğəmbərlərimiz belə imtihanla o məqamları əldə ediblər.